Elhamdülillah və salatu və salamu alə Rasulullah və bə'd. Sünnə əməllərdən biri də odur ki, Zilhiccə ayı girdikdən daha qurban kəsənə qədər dırnaqlardan, saçlardan götürməmək. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim qurban kəsməyə niyyət edərsə, qoy tükündən və dırnaqlarından Zilhiccə ayı girdikdən daha qurban kəsənə qədər götürməsin. Yəni dırnaqlarından, əl və ayaq dırnaqlarından, tüklərindən isə bədəninin istənilən yerinin tükündən götürməmək. Saç, saqqal və digər tüklər və tükləri də götürməmək. Bunlar hamısı qurbanlığa edilən hörmətə görədir və həmçinin hikmətlərdən həclərə bənzəmək üçündür. Çünki həccə çıxan artıq ehrama girdikdən, ehramdan çıxana qədər bu əməllər nədir? Bu əməllər qadağandır. Və yer üzündə olan bütün qurban kəsməyə niyyət edən şəxslər də özlərini həclərə bənzədərək və qurbana ehtiram, hörmət olaraq bu əməli etməkdədir. Bunlar sünnədir. Hökmündə isə alimlər ixtilaf etmişlər. Hədisdə qadağa gəldiyinə görə bəzi alimlər haram demişdir və çoxunluq digər alimlər isə məkruh saymışlar. Barakallahu fikum.